Resulullah sallallahu aleyhi ve sellemin dönemində sahabələrin bir məsələni yanlış anlamaları yox idi mi? Var idi. Hətta dini məsələni belə fərkli anlayırlardı. Bax, bir əmirdir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyirdi ki, bir dəfə qalıqdı, dedi ki, sabah hər kəs ilkindi namazını Bəni Qureyza qəbiləsinin olduğu yerdə qılsın. İki sahabə yola çıxırlar, əsrin vaxtı çatır. O biri deyir ki, mən əsri qılıram. O biri də deyir ki, yox. Sən eşitmədinmi? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, əsri hər kəs Bəni Qureyzada qılsın. O biri deyir ki, xeyr, Rasulullah sallallahu aleyhi ve sellem gec qalmayaq deyə o mənada dedi. O birisi də deyir ki, xeyr, o mənada deyil idi. İlla da gec də olsaq orada qılmalıyıq, bu mənada idi. Biri orada qılır namazı, biri Bəni Qureyzada qılır. Peyğəmbər sallallahu aleyhi ve sellem ikisinə də deyir ki, yəni ictihad elədiyinizə görə doğru eləyirsiniz, amma kim ilkindiyi vaxtında qıldı, ən doğru olanı o elədi. Çünki mənim amacım nə idi? Sizin tez gəlməniz.